İnsana peşmançılıq mərhələ ilə gəlir və dünyada da bəzən görürsən insan biraz peşman olur, sonra biraz daha çox peşman olur, ondan sonra daha çox peşman olur da bu məsələlər üzə çıxdıqca insan can verəndə peşman olacaq, insan qəbirdə peşmançılığa çəkəcək, bərzəxdə peşman olacaq, bir dəstə qiyamətin günündə peşman olacaq. Yəni arta-arta gedəcək də peşmançılığı. Bir dəstə də cəhənnəmə daxil olacaq, cəhənnəmdə peşmançılıq çəkəcək. Haqq buna məlum olduqca, ya belə deyək, dünyada yığdığı azuqə azaldıqca bunun peşmançılığı çoxalacaq və qutarandan sonra peşmançılığı daha çoxalacaq. İndi bir adamın elə heç əvvəldən əlində heç nə yox idi, elə onun əvvəldən peşmançılığı başlayacaq, əşəd dərəcədə gedəcək, nə olacaq? Qiyamətdə lap çoxalacaq. Bunların hamısından çox peşman olanlar ki, hədisdə deyir, onu əşəddü əhlin-nar nədamətən və həsrətən. Olardı ki, onların əllərində imkanları var idi, onların əllərində belə sosial bazaları var idi, bundan sonra istifadə eləməyə imkanları var idi, onlardan istifadə eləmədilər. Məsələn, bir adamın taxılı qalıb biçməyib, qışda gəlib aclıq çəkib, bir adamın da taxılı olmayıb, gəlir qışda aclıq çəkir. Bunların peşmançılığı fərq olacaq, bunların qınağı fərqli olacaq, bunların damlanması fərqli olacaq. Bunun yox idi, biçmədi, səninki var idi, qaldı. Çöldə qurd-quş yedi, özün gəlmirsən, qışda düşmüsən aclığa. O birinci variantda olan ki, yox idi, gəlib qışda aclığa düşüb, onu əl atan da çox olar, ona kömək eləyən də çox olar. Onu qışdan çıxartmağa hamı çalışar. Amma o ki, zəmisin qoydu, çöldə yandırdı, biçmədi, gətirib taxılın evinə yığmadı, onu heç kömək eləyən də olmayacaq. Onun halını ağlayan da olmayacaq. Hətta bəlkə də bəzisi deyəcək ki, belə də lap belə yeri var sənin, canın da çıxsın məsələn. Elə bu da azdır sənin üçün. Bax, elə axirət aləmində olacaq.